Ofelia Şabanovanın həyat yoldaşı, əri yazıblar burada. Başqa qadınla belə görüntüləndi. Valla, mikrofona danışın. Allah'ım dostum ciddi deyirəm. Baxın. Belə tərtiblə də görüntülənsin. İndi Ofelia durub ona... Allah qaynanamın nəfəsini bizim üstümüzdən əskik eləməsin. Amin. Onun bir sözü bizim evdə qanundur. Bəli. Mən şəxsən çox arzuluyuram ki, bax şəxsən mən Ofelia Şabanova İsmət qızı, mən çox arzuluyuram. Mən qaynanama oxşuyum. Ona bənziyim, onun kimi kübar olum, onun kimi savadlı olum, onun kimi düşüncəli olum. Mən çox arzuluyuram Bak ki... qaynanırsa, neyniyib ki, sən belə gözəl danışırsan? Qaynanan haqqında. Yox, heç nə deyəndə neyinib, deyəndə zarı yox. Hə? Mən... İşlerine gelir ya. Yox. Yox. Çünki qaynanamın yoldaşına qoyduğu hörmətləri bilirəm, görmüşəm. Elə bil ki, vallah, yəni o qədər mükəmməl ailədilər, yəni o qədər gözəl. Həmişə kişilər tərəfinə deyirlər, Ofelia xanım danışıram, bu dəfə kişiləri qınayacam. Arvadlarınızı heç vaxtı, yəni ananızı heç vaxt arvadlarınızın ayağına verməyin. Heç bir zaman. Her şey olabilir. Değişebilirsin. Çəkiliş, paparasiyadasan, ehtiyatda ol. Deyir, mən qorxam, qocalanda dedi, mənim corabımı geyindirməyəsən. Nə bərbar. O qocalanda sən cavan qalarsan, bəlkə o müddətdə sənin çorab geyindirmə. var, ay bacı. Yox, bəlkə qocalanda ondan qabaq Allah heç kəsə xəstəlik verməz. Elə vəziyyət oldu ki, Qoy mən olsun. sənə Ondan ehtiyac qabaq yox, qoymur. Ona görə ərim də Nə ərim. tər qurmuşum. Onu demək istəmirəm. Deyirəm, bəlkə sənə ehtiyac oldu kimsə corab geyindirsin. Sən indidən bu nə xəyal eləyirsən? Bəlkə elə cırtdan da götür şələsini də. Xəyal eləmişəm, deyirəm. Göstərəcəksin. Sən heç danışmayın, səndə hər şey əladır. Hər Çünki iki gözəl sənətkar, maşallah. Bax, Zülfiyə xanımı neçə illərdir mən tanıyıram. Tez-tez görüşməsiylə, hərdən bir olur. Konsertlərdə, proqramlarda. Amma bizim böyle qızımızı mən istəyirəm.
Özü hərdə demiş, özü deyirəm hərdə, səni görsəm qulağımı dartacağım. Burada yox da evdə, ya bizə ya sizdə. Yox, Allah eləməsin. Demək ki, Zülfiyə xanım, mən bilirəm, sən də bilirsən, o belə xanım da bilir ki, bu məndə olmaq, sənətli olmaq çox çətindir. Çox çətindir. Adamın qulağı nələr işlər, adamın gözü nələr görər, ifradırsan. Amma bütün bunlara baxmayaraq, baxırsan dostlarına bilsən ki, yaxşı ki mənim dostlarım var, yaxşı ki mənim yaxşı çevrə